Bismillah və salatu və selamu alə Rasulillah. Əziz və möhtərəm müsəlmanlar, Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Artıq biz 3-cü ayın sonuna yetişməkdəyik və 4-cü ay qarşılamaqdayıq. Və bu 4-cü ayın ilk günü də qeyri-müsəlmanlar bu günü özləri üçün çox əcaib bir şəkildə bayram seçmişlər. O da nədir? Yalan danışmaq günü, yalan danışmaq bayramı, aldatmaq bayramı və s. Belə səfih adlarla adlandırıb onu özlərinə bayram seçmişlər. Və bu o qədər də təəccüblü deyil. Bundan da daha təəccüblüsü odur ki, müsəlmanlar bu bayramı keçirtməkləri. Ən təəccüblüsü budur. Çünki əqidəsi saf olmayan insandan, Allahdan qeyrisini özünə ilah götürən insandan hər şey gözləmək olar. Ona görə təəccüblü deyil. Amma Rəbb olaraq Allaha, Rasul olaraq Muhammədə və din olaraq da İslama iman gətirmiş bir insana yaraşmaz ki, o bayramı keçirsin və o bayram münasibəti ilə yalan danışsın və s. Bu barədə əsrin böyük imamlarından olan Şeyx İbn Hüseymin rahiməhullah danışır və ondan soruşurlar ki, ümmətə nəsiyyət eləsin və nəsiyyət edir. Və buyurur ki, bunun 4 təhlükəsi var. Bu bayramı keçirtməyin ümmət üçün 4 təhlükəsi var. Birincisi odur ki, yalan, hansı ki böyük günahlardandır. Yalan böyük günahlardandır. O zaman ki, Rasulullah sallallahu aleyhi və səlləmdən soruşurlar, müsəlman qorxarmı? Deyir, bəli, qorxa bilər. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləmdən soruşurlar ki, müsəlman zina edərmi? Deyir, bəli, zina edər. Və beləcə sonda soruşurlar ki, müsəlman yalan danışarmı? Deyir, xeyr. Müsəlman heç vaxt yalan danışmaz. Və yalan özlüyündə böyük bir günahdır. Bəs necə ki, onu götürüb qeyri-müsəlmanlara özünü bənzədərək, onlara oxşadaraq bunu danışmaq necə? Və əgər hər hansı bir bayramı, qeyri-müsəlman bayramı götürüb bayram etmək haramdırsa və o bayram özlüyündə haram ayinlər daşıyırsa, onda necə? Bu daha müsibətdir. Və doğruda da əfsuslar olsun ki, müsəlmanlar belə şeylərə məhəl qoymurlar. Ancaq bəzi insanlar var ki, heç müsəlman deyil, amma yalana pis baxırlar. Necə ki, onlarda misal çəkmək olar, hansı ki, tarix buna özü şahiddir və hər kəsə də açıqdır ki, gizli deyil. Əbu Süfyanın Herakl'la görüşməsi. O zaman Herakl Əbu Süfyandan Muhammed sallallahu aleyhi və səlləm barədə bəzi şeylər və çox önəmli şeyləri soruşur. Və Əbu Süfyan, bilirsiniz, onunla Rasulullah sallallahu aleyhi və səlləmin arasında onun kafir olan vaxtı hansı ədavətlər gedirdi? Hansı döyüşlər olmuşdu? Hansı müsibətlər olmuşdu? Biri-birilərinin qanun tökmüşdülər müsəlmanlarla Məkkə müşrikləri. Biri-birilərinin yurtlarından çıxartmışdılar. Bir tərəf kafir idi, bir tərəf isə müsəlman. Böyük bir əqidə müharibəsi gedirdi. Ancaq buna baxmayaraq ki, Əbu Süfyan və Rasulullah sallallahu aleyhi və səlləmin arasında olan böyük düşmənçiliyə, Əbu Süfyan Herakla Rasulullah sallallahu aleyhi və səlləmdən soruşulan sualların hamısına doğru cavab verdi. Və dedi ki, əgər qorxmasaydım ki, qövmümün məni yalançılıqda ittiham edib qınamaqlarından yalan danışardım. Baxın, bu Əbu Süfyan, müşrik olan Əbu Süfyan, hansı ki, İslamdan əvvəl. Bəs, indi necə? İndi müsəlmana yaraşarmı o mövqeyi seçsin, yalan danışsın? Əlbəttə ki, xeyr. Sonra İbn Hüseymin rahimehullah buyurur ki, bunun ikinci təhlükəsi odur ki, müsəlman özün qeyri-müsəlmanlara oxşatması. Və bu barədə də Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim özün hər hansı bir qövmə oxşadarsa, o da onlardandır. Kim özün hər hansı bir qövmə oxşadarsa, o da onlardandır. Və o qövmdə Allaha iman gətirməyən bir insanlardır. Və yaxud Allahla yalaşı başqa ilahlar götürmüş insanlardır. Onlara necə olar ki, müsəlman özünü onlara oxşatsın?
Həmçinin müsəlman bununla yanaşı, özünü onlara oxşatmaqla yanaşı, onların o əxlaqların, onların o ədəblərin, ərkanların hansı ki, heç bir keyfiyyətə malik deyil, onları götürür, müsəlmanların içinə daxil edir. Və beləcə onların o pis əxlaq, ədəb ərkanların müsəlmanların arasında yayırlar. Sonra İbn Hüseymin buyurur ki, onun üçüncü təhlükəsi odur ki, müsəlmanların özlərin zəlil gününə qoyması və qeyri-müsəlmanlara təkəbbür bəxş etmək və onlara fəxr bəxş etmək. Bu da necə olur? Necə ki, İbn Hüseymin özü ilə belə izah edir. Deyir ki, sən özün deyir, əgər görəndə ki, bir insan səni təqlid edir, mənim sevinib fəxr etmirsənmi onun qarşısında? Əlbəttə ki, insan sevinir, görəndə ki, birisi onu təqlid edir, o yüzden ona oxşadır, bənzədir. Və eləcə də onlar bilirlər ki, qeyri-müsəlmanlar, müsəlmanlarla onların arasında böyük düşmənçilik var. Böyük düşmənçilik var. Və görəndə ki, biz bədbəxt müsəlmanlar, hansı ki, özümüzü bədbəxt gününə qoymuşuq, hansı ki, müsəlman ən izzətli xalqdır, görəndə ki, biz onları təqlid edirik, onlara da o yerə çatmışıq ki, onların bu cür bu iğrənc bayramlarını götürüb keçiririk. Və ondan sonra əlbəttə ki, onlara biz böyük fəxr bəxş edirik. Həmçinin bunun dördüncü təhlükəsi, hansı ki, şeyx buyurur ki, deyir ki, bəzən ola bilsin ki, bu yalan böyük bir israfçılığa səbəb olsun. Məsələn, insan öz ailəsini alladır ki, bugün bizə filan kəs qonaq gələcək, yemək hazırla, o da götürür, yemək, içmək filan hazırlayır və beləcə də deyir, israf, növbəti bir günaha girmiş olur insan. Və İbn Hüseymin rahimehullah burada sözlərini bitirir bu dörd təhlükə ilə və mən də öz gördüyüm, şahidi olduğum bəzi şeylərdən dolayı öz təcrübəmdən bir şey əlavə etmək istəyirəm ki, bu da nədir? İnsanları qorxutmaq. Görürsən, bəzi elə insanlar var ki, bunların düşüncəsi olduqca aşağı olan insanlardır. Gəlib yalandan qorxuzur ki, anasımı, qardaşımı və yaxud zövcəsimi filan kəs dünyasını dəyişib və yaxud filan zəlzələ oldu və yaxud filan kəs avtomobil qəzasına düşdü və s. belənçi gəlib yalan danışır, qorxudur. Və bilirsiniz, qorxudan da insanda təhlükəli xəstəliklər yarana bilər. İnsan psixoloji gərginliklər keçirlər, onun fiziki yoldan ona zərər deyə bilər və s. Və baxmayaraq bunun təhlükələri çoxdur, bir çox təhlükələri var. Yəni, qısa sözlə müsəlmana yaraşmayan bir şeydir ki, bu cür bayramları keçirsin. Və Allahdan istəyirik ki, bizim xalqımızı, bizi bu cürlə özümüzü qeyri-müsəlmanlara oxşatmaqdan qorusun, dinimizi, əqidəmizi uca tutmaqda, Muhammed sallallahu aleyhi və səlləmin əxlaqı ilə əxlaqlaşmaqda bizlərə yardımcı olsun və Allahdan istəyirik ki, elə etsin ki, biz müsəlmanları təqlid etsinlər. Biz müsəlmanlara insanlar özünü oxşatsınlar. Subhanəkə Allahumma və bihəmdik və əşhədü ən la iləhə illə ənt əstəğfirukə və ətubu iləyh. İxlasla.com saytı tərəfindən təqdim olundu.